Yeremiya 7-ci fəsil. Məbəddə bütpərəstlik. Rəbdən Yeremiyaya bu söz nazil oldu. Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan eləyib söylə ki, ey bütün Yahuda, Rəbbə ibadət eləmək üçün bu qapılardan girənlər Rəbbin sözünə qulaq asın. İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Yollarınızı və əməllərinizi islah eləyin ki, mən sizi bu yerdə yaşamağa qoyum. Burada Rəbbin məbədi var. Rəbbin məbədi var. Rəbbin məbədi var deyib yalan sözlərə güvənməyin. Əgər yollarınızı və əməllərinizi tamamilə islah eləsəz, bir-birinizlə həqiqətən ədalətlə rəftar eləsəz, qəribə, yetimə və dul qadına zülm eləməsəz, bu yerdə günahsız qan tökməsəz, özünüzə zərər vuraraq başqa Allahların tərəfdarı olmasaz, o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağım. Sizsə faydasız olan yalan sözlərə güvənirsiniz. Siz oğurluq eləyirsiniz, adam öldürürsünüz, zina eləyirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa Allahların tərəfdarı olursunuz. Sonra bütün bu iyrənc işləri görmək üçün mənim adımla çağrılan bu məbədə gəlib önümdə durur və biz əminamanlıqdayıq deyirsiniz. Mənim adımla çağrılan bu məbəd sizcə quldur yuvasına çevrildimi? Amma mən neynədiyinizi görürəm, Rəbb belə bəyan eləyir. İndi adımı ilk dəfə qoyduğum Şiladakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona neynədiyimi görün. Rəbb bəyan eləyir. Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdar elədiyim halda mənə qulaq asmadınız. Sizi çağırdığım halda cavab vermədiniz. Buna görə də Şilo ilə necə rəftar elədimsə, mənim adımla çağrılan, güvəndiyiniz məbədlə sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar eləyəcəyəm. Efraim nəslindən olan soydaşlarınızı necə rədd elədimsə, sizi də eləcə önümdən rədd eləyəcəyəm. Sənsə, ey Yeremiya, bu xalq üçün dua eləmə, onlar üçün yalvarıb xahiş eləmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam. Yahuda şəhərlərində, Yerusəlim küçələrində onların neynədiklərini görmüsənmi? Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar göylər mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa Allahlara içmə təqdimləri verir ki, məni qəzəbləndirsinlər. Rəbb bəyan eləyir. Onlar məni mi incidirlər? Məyər özlərini rüsvay eləmirlərmi? Buna görə də Xudavənd Rəbb belə deyir. Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım döküləcək, alışıb sönməyəcək. İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Yandırma qurbanlarınızı başqa qurbanlarınıza qatıb ət yiyin. Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr eləmədim və bir söz demədim. Ancaq onlara bunu əmr eləyib dedim. Sözümə qulaq asın. Onda mən sizin Allahınız olacağam. Siz də mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr elədiyim yolla gedin ki, uğur qazanasınız. Ancaq məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət elədilər. İrəliyə deyil, geriyə getdilər. Atalarınız Misir torpağından çıxdıqları gündən bugünə qədər öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim. Amma məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq elədilər, atalarından da pis işlər gördülər. Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar. Onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər. Sən onlara söylə. Bu, həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar. Ey Yerusəlim, saçını kəsib at, çılpaq təpələr üzərində mərsiyə oxu. Çünki Rəbb qəzəbləndiyi nəsli rədd eləyib tərk elədi. Ona görə ki, Yahud övladları gözümdə pis olan işlər gördü. Rəbb belə bəyan eləyir. Mənim adımla çağrılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar. Onlar oğul və qızlarını odda yandırmaq üçün
Beni-Hinnom vadisindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim. Rəbb bəyan eləyir. Buna görə də bir gün gələcək ki, ora Tofet yaxud Beni-Hinnom vadisi deyil, qırğın vadisi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar. Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq. Onları qorxudub qaçıran olmayacaq. Yahuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəygəlin səsini kəsəcəyəm. Çünki ölkə viran olacaq.